Fəsil 9. Zema xanım Samirənin işə hazırlaşmasına baxırdı. Bəlkə bugün evdə qalasan, biraz gəzərik, başın açılsın? Yox ana, bəlkə sabah. Samirə anasını qucaqlayıb sakitcə cavab verdi. Qızım, dünyanın bütün ağrısını öz üzərinə götürmə. Başqalarının dərdini yenə və əlindən ala bilməyəcəksən, amma öz qəlbini parçalayacaqsan. Çalışaram ana. Ofisə gedən yolda Samirə Gülərin ağlamış gözlərini bir anda olsun ağlından çıxara bilmirdi. Qızın anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdi və Samirə bu ağır vaxtda onun yanında olmağı özünə borc bilirdi. Gülərlə aralarında xüsusi bir bağ vardı. Asan qurulmamış, əvvəlcə etimadsızlıqdan və soyuqluqdan keçmiş bir bağ. Samirə bu sinfə dərs deməyə başlayanda Gülər kənarda oturur, dərsə cəlb etmək cəhdlərinə reaksiya vermirdi. Müəllimlər otağında Samirə ilk dəfə anasının xəstəliyi və ailənin necə çarəsiz mübarizə apardığı barədə eşitmişdi. İki böyük qardaşdan sonra ən kiçiyi idi. Tam qapanıb, heç kimdən ünsiyyət qurmur, sinif rəhbəri izah etmişdi. Amma Samirə geri çəkilmədi. İpə-ipə səbirlə aralarında etibar toxuması hörüldü. Gülər açılmağa başladı. Tənəffüslərdə özü yaxınlaşırdı. Evdə vəziyyət ağırlaşanda isə zəng edirdi. Samirə onu qorxu və acizlik dalğalarından keçirməyə çalışırdı. Dünən gecə yarısına qədər danışmışdılar. Yalnız telefonun o başından yuxuya getmiş uşağın bərabər nəfəsi eşidiləndə Samirə danışığı bitirmişdi. Səhərə yaxın yuxuya getmiş, Nigar xanıma mesaj yazmışdı ki, bugün axşam işləyəcək. İndi isə işə başı qarışdıqca nəhayət emosiyaları kənara qoyub güc toplaya bilmişdi. Gülərə baş çəkməzdən əvvəl buna ehtiyacı vardı. Qızı mümkün qədər dəstəkləmək istəyirdi. Amma buna imkan vermədilər. Mətbəxdən gələn gürültü, nəyinsə masaya çırpılması onu diksindirdi. Ardınca yüksələn kişi səsləri isə işi unutturdu. Samirə qulaq asdı, bəlkə sakitləşər deyə. Amma mübahisə əksinə qızışırdı. Qərar verib yoxlamağa getdi. Bizi yad planetlilərmi işğal edir, yoxsa 3-cü Dünya müharibəsinin astanasındayıq? O zarafatla pışıldadı və qollarını sinəsində çarpazlamış halda hadisəni izləyən Nigar xanımın yanına yaxınlaşdı. Nigar xanım cavab vermədən mətbəxə işarə etdi. İçəridə əsl fırtına qopmuşdu. Oradakı enerji ilə dünyanın bütün batareyalarını doldurmaq olardı. Rüstəm iki əli ilə dairəvi masaya söykənmiş halda Aləkbərə nəyisə hiddətlə sübut edirdi. Aləkbər isə onu daim kəsir, əllərini havada oynadırdı. Nazim İlqara nəyisə anlatmağa çalışırdı, İlqarsa tərs-tərs başını yelləyirdi. Yalnız Asiflə Zamin pəncərə kənarında turnirdə hakimlər kimi dayanmışdılar. Sakit-sakit qəhvə içir, sanki mərc edirdilər. Neçə vaxtı bu cürdülər? Samirə pışıldadı. Artıq 1 saatdır. Üstəlik getdikcə düzüşürlər. Onları sakitləşdirməyə çalışdım, amma məni nə görürlər, nə eşidirlər. O ikisi isə Zaminlə Asifi göstərdi. Qətiyyən qarışmaq istəmir. Bilmirəm, hər şeyi dağıtmamış necə dayandırım? Samirə dərin nəfəs aldı, işıq düyməsinə yaxınlaşıb bastı. Mətbəx qaranlığa qərq oldu. Elə bil kimsə stop düyməsi sıxdı. Səssizlik. O işığı yenidən yandırdı və kimsə danışmağa macal tapmamış, sakit, bərabər səslə dedi. Maraqlıdır, siz məhkəmə zalında da belə dava edirsiniz? 6 cüt kişi gözü qapının ağzında dayanan bu balaca, zərif fiqura zilləndi. Samirə davam etdi. Mən sizin peşədən uzağam, amma düşünürdüm ki, vəkillər lehinə və əleyhinə tərəfləri ölçüb biçməyi bacarır. Kim daha bərk qışqırar, kim daha çox stəkan sındırar yarışı keçirmir. İndi başa düşürəm ki, niyə vəkillərdən arasında qadınlar azdır? Belə iclaslardan sağ çıxmırlar. Bağışlayın, siz kimsiniz? Aləkbər maraqla soruşdu. Bu bizim tərcüməçimiz, Samirə xanım. Təxminən 2 aydır biznəndir. Sən bu müddətdə xaricdə idin, Nigar xanım izah etdi. Tanış olmağıma şadam. Aləkbər gülümsəyərək Samirəyə əl uzatdı və Rüstəmin üzündəki gərginliyi fərq etmədi. Biz şirkət üçün vacib bir məsələni müzakirə edirdik. Bəlkə siz bizə kömək edərsiniz. Kənar, obyektiv baxış bəlkə işə yarar. Onu buna qatma. Bu aramızdakı məsələdir. Rüstəm sərtliylə dedi. Niyə qatmayaq? 1 saatdır dalana dirənmişik. Asiflə Zamin danışıb. Nigar xanım həmişəki kimi bitərəfdir. Bəlkə Samirə xanımın argumentləri bizi tərpədər? Siz nə deyirsiniz? Samirə bir an tərəddüd etdi, Nigar xanımın təsdiqləyən baxışını görüb başını tərpətdi. Həmkəs əyləşdi. Gəlin ardıcıllıqla, qışqırmadan, söz kəsmədən, Samirə həmkəsi süzdü. Məsələ nədir?
Aləkbər danışmağa başladı. Onun xarizması və məlumatı təqdim etmək bacarığı təsir edirdi. Samirə münaqişənin mahiyyətini anlayanda başa düşdü ki, niyə məhz o şirkəti xaricdə təmsil edir. Məlum oldu ki, söhbət etik bir məsələdən gedir. Şəhərdə çox tanınmış bir şəxs vergi ödəməkdən yayınmaqda ittiham olunmuşdu. Görüşdə saxta sənədlərdən istifadə etməyi təklif etmişdi ki, hər şeyi qanuniləşdirsin. İki nəfər bunun qeyri-etik olduğunu, şirkətin nüfuzuna zərbə vuracağını deyirdi. Digərləri isə hesab edirdi ki, imtina etsələr işi başqası götürəcək və onlar böyük qanararları əldən verəcəklər. Siz nə düşünürsünüz, Samirə xanım? Nazim bəy soruşdu. Samirə bir an fikrə getdi. Otaqdakı gərginlik yay kimi idi. O Aləkbərə, sonra Rüstəmə baxdı. Rüstəm onu həddindən artıq diqqətlə izləyirdi. Sonra Nazimə tərəf döndü və sakit, amma qəti səslə danışmağa başladı. Bəlkə mənim hüquqi təcrübəm azdır, amma mən həmişə təsirin nə olduğunu düşünürəm. Müştərilərə, dostlara, ətrafdakılara, ən əsası isə uşaqlara. Biz onlar üçün nümunəyik. Masadakı kişilərə baxdı. Kiminsə ailəsi var, kiminsə olacaq. Biz istəyirik ki, uşaqlarımız bizdən fəxr etsin. Vacib olanda yox deməyi bacaran insanlar olduğumuzu görsünlər. Qaydaları faydalı olanda pozmağı öyrənməsinlər. Biz müəllimlər uşaqlara bunu aşılamağa çalışırıq. O əllərini yüngül sıxdı. Çünki vicdan valyuta deyil, onu qanararla dəyişmək olmaz. Əgər biz, böyüklər, yalana göz yumuruqsa, uşaqlarımız hansı yaşdan etibarən həqiqətin seçim olduğunu anlamalıdırlar. Sözlər havada asılı qaldı. Bəli, bəlkə bu müştəri gedəcək, bəlkə kimsə onunla pul qazanacaq. Amma bu işi götürsəz pul gələcək və daha vacib bir şey gedəcək. Hörmət. Əvvəl özünüzə, sonra işinizə, sonra bir-birinizə olan hörmət. Qısa sükut oldu, baxışlar dolaşdı. Qərar sizindir, amma məncə bu hekayədə itirilən müqavilədən daha baha bir qiymət var. Sükut. Yalnız kranın damcısı eşidilirdi. Sərhəddə aşdımsa üzr istəyirəm, amma özünüz dediniz ki, fikrimi bildirə bilərəm. Siz sadəcə fikrinizi bildirmədiniz, Zamin asta dedi. Bizim edə bilmədiyimizi etdiniz, hər şeyi adı ilə çağırdınız. Bilmirəm sizə necə gəldi, amma bir an elə bildim yenə məktəbdə parta arxasındayam və növbəti dərsi keçirlər. Həmkəs güldü. Samirə xanım, Aləkbər başını azca əyib dedi. Möhtəşəm çıxış idi. Bizə niyə bu işi gördüyümüzü xatırlatdınız. Sağ olun. Samirə biraz qızardı, amma gülümsəməsini gizlətdi. Rüstəmin baxışını üzərində hiss edirdi. Ona baxanda son günlərdə ilk dəfə o nə əsəbi, nə də istehzalı idi. Sadəcə ciddi və bəlkə də biraz heyran. Onda qərar verildi. Rüstəm ayağa qalxıb quru səslə dedi. Bu iş bizim profilə uyğun deyil. O Samirəyə güclən secilən bir işarə ilə başı əydi. Sağ ol demək kimi, amma kişi canından sözsüz. Digərləri də qalxdı. Nigar xanım rahat nəfəs aldı və Samirənin yanına yaxınlaşıb dedi. Belə çıxışdan sonra bizə nəhəng bir fincan qəhvə və bugün aldığım kökə bulkalardan xeyli kalori düşür.